Salam əziz yüksələn əqrəblər. 2026-cı ilin iyun ayı şərhinə xoş gəlmişsiniz. Kiçik bir xatırlatma edim ki, proqnozlar hər zaman yüksələn bürcə görə oxunur. Yəni, əgər siz yüksələn əqrəbsinizsə, tam olaraq doğru yerdəsiniz. Əziz yüksələn əqrəblər, 21 iyuna qədər Günəş əkizlər bürcündə olacaq. Bu isə sizin doğum xəritənizdə 8-ci ev deməkdir. Bu ay bu mövzularına çox ciddi fokus var. 8-ci ev şəxsi qazancı yox, ortaq maliyyələri göstərir. Yəni ailə ilə, həyat yoldaşı ilə və ya ortaq gəlir qazanclarla bağlı mövzular aktivləşir. Kreditlər, bank ödənişləri, kredit kartları, vergilər, sığorta, təzminat, aliment, miras, əmlak və investisiya məsələləri ön plana çıxa bilər. Bəziləriniz kreditlə bağlı qərarlar verə bilər. Ailə içində əmlak və miras mövzuları gündəmə gələ bilər və ya keçmiş həyat yoldaşı ilə bağlı maliyyə məsələləriniz aktivləşə bilər. Ümumiyyətlə, sizin üçün ayın ilk yarısı maliyyə planlaması ilə keçəcək. 8-ci ev həm də sağlamlıq evidir. Buna görə də bəzilərinizin sağlamlıq mövzularında həssaslığı arta bilər. Xüsusilə psixoloji və emosional yorğunluğa diqqət edin. Çünki 8-ci ev daha çox ruh halımızı və şüuraltımızı göstərir. Buna görə də bu aralar özünüzü yorğun hiss edə bilərsiniz. Terapiya, meditasiya, enerji çalışmaları və ruhani inkişaf mövzularına yönəlmək üçün çox uyğun bir dövrdür. 21 iyundan etibarən Günəş Xərçəng bürcünə keçir və sizin 9-cu evinizi aktivləşdirir. Üstəlik, Merkuri də burada olacaq. 21 iyundan sonra həyat fəlsəfəsi, mənəviyyat və dünya görüşünüz daha çox ön plana çıxacaq. Özünüzü daha dərin düşüncələr içində tapa bilərsiniz. Həyatı sorğulamaq, fərqli baxışlar qazanmaq və daxili inkişaf mövzuları aktiv olacaq. 9-cu ev həm də xarici ölkələr evidir. Xariclə bağlı mövzularda gözəl dəstək alırsınız. Xarici səyahətlər, xarici iş əlaqələri, xaricdə təhsil, viza və sənəd işləri kimi mövzular aktivləşə bilər. Xariclə işləyənlər üçün isə xüsusilə məhsuldar bir dövrdür. 9-cu ev təhsil və akademik mövzuları da idarə edir. İmtahanlara hazırlaşırsınızsa və ya yeni bir təhsil proqramına başlamaq istəyirsinizsə, çox gözəl təsirlər var. Hüquqi mövzularınız varsa, Merkuri burada olduğu üçün proseslər sürətlənə bilər və xəbər ala bilərsiniz. Bu dövrdə səfərlər də arta bilər. Həmçinin 9-cu ev həyat yoldaşının ailəsini göstərir. Əgər evlisinizsə, onların ailəsi ilə bağlı xəbərlər və ya ortaq planlar gündəmə gələ bilər. Media, reklam, yayımcılıq və sosial media ilə məşğulsunuzsa, bu sahələrdə də yeni fürsətlər və diqqət çəkən inkişaflar ola bilər. Amma burada vacib bir detal da var. 29 iyunda Merkuri retroya başlayır. İndi isə gəldik 30 iyundakı dolunaya. Ayı Oğlaq bürcündə baş verən dolunayla bağlayırıq. Oğlaq bürcü sizin xəritənizdə 3-cü evinizdir. 3-cü ev dolunaylarında qərarlar dəqiqləşir. Uzun müddətdir düşündüyünüz bir plan artıq konkretləşə bilər. Qardaşlar, yaxın qohumlar və yaxın çevrə ilə bağlı xəbərlər gündəmə gələ bilər. Bu ev həm də təhsil evidir. Yeni kurs, təlim və ya imtahan mövzularınızda aktiv ola bilər. Ticarət və müqavilələr üçün də güclü bir dövrdür. Xüsusilə xariclə bağlı ticari fəaliyyətiniz varsa, daha da gözəl təsirlər alarsınız. Yeni bir iş müqaviləsi bağlaya bilərsiniz. Hətta bəziləriniz ticari fəaliyyətə başlaya bilər. 3-cü ev nəqliyyat və avtomobillərlə də bağlıdır. Avtomobil aldı-satqısı, texniki baxış və ya maşınla bağlı qərarlar da gündəmə gələ bilər. Burada IC nöqtəsi ilə bağlı bir detal da var. Əgər xəritənizdə IC nöqtəsi 3-cü evinizdə və təxminən 8 dərəcə Oğlaq yaxınlığındadırsa, bu dolunay daşınma, yer dəyişikliyi və ya ailə ilə bağlı böyük mövzuları da aktivləşdirə bilər. Və sonda Yupiter artıq Şir bürcünə keçir. Bu isə sizin 10-cu eviniz, karyera və cəmiyyət içindəki status evinizdir. 12 ildən sonra Yupiter yenidən bu sahəyə daxil olur və sizə karyera baxımından böyük şanslar gətirə bilər. Məndən bu ay üçün bu qədər. Dinlədiyiniz üçün təşəkkür edirəm. Yenidən görüşənədək.